Dietik bəslənirəm. Dietik bəslənirəm. Qutardı getdi. Heç nə yoxdur. Heç bir belə deyim konkretika yoxdur. Bu dietik bəslənmək nədir? Baxın, mən dietik bəslənirəm. Bunu elədiyim halda dietik bəslənirəm. Gedirəm məsəl üçün marketə. Marketdə diyet bölməsi var. Diyet bölməsində nə qədər şokolad, şirniyyat varsa ki, dietiklər axıblar. Hamısını götürürəm, atıram evə. Bütün günü xırt-axırt onları yeyirəm. Bu halda mən dietik bəslənmiş oluram məntiqlə. Çünki diyet bölməsindən bəsləndiyim üçün dietik bəslənirəm. Ancaq təəssüf ki, mən bunu edəndə mən bilmirəm ki, o yediyim qida məhsulları dırnaqarası dietik olsa da 100 qramında demək olar ki, hamısının 400-500 kalori var. Və bununla belə mən dietik bəslənirəm, amma arıqlaya bilmirəm. Badımcan turşusuna gələndə mən badımcan turşusu barəsində mən onsuz da sizə məlumat verdim. Yemək istəyirsiniz, yiyin. Mən sizin badımcan turşusu yeyib yeməməyinizə niyə qərar verməliyəm axı? Az miqdarda istifadə etsəz, badımcan turşusunun tərkibində kalori yoxdur, duz var. Yəni siz onun içindəki kaloridən çox qramla daha çox duz qəbul edəcəksiniz və natrium duzlarının çox aşırı istifadəsi orqanizmə ziyan, zərər ola bilər. 1. Su tuta bilər. 2. Ürək qan damar sisteminə böyük problemlər yarada bilmə ehtimalı var uzun müddətli perspektivdə. Ancaq gün ərzində yarım badımcan turşusu istifadə edib öləcəm deyə bir dünya da yoxdur. Yəni istifadə edə bilərsiniz.